Oh, I fell asleep. Where are we? We're almost there. Oh no. I wanted to look out of the window to see all the places we flew over. Why didn't you wake me up? You looked very tired, so I didn't want to. I was asleep for over 3 hours. What can you see out of the window now? It looks like desert below, but I think we are near Los Angeles. We went over the Rockies a short time ago. The mountains were absolutely beautiful. I can't believe I missed that. I really wanted to see the Rockies. Sorry, Graham. You can sit next to the window when we fly back to New York. Thanks. Did you have something to eat? I know you were hungry. Yes. About an hour ago, I ate chicken and rice. There was also a dessert, but it had pear in it, so I didn't touch it. I'm really hungry now, too. I didn't have any breakfast this morning either. We can buy something for you when we get to the airport. You don't like chicken anyway. And the alternative was Spanish omelet, which looked disgusting. What other things did you see out of the window? Did you see Chicago and the Great Lakes? Yes, we flew right over Chicago. I could see little boats on the lake. It was wonderful. I can't believe I was sleeping. And I had a dream about flying, too. They showed a great movie, too. You know, the one about Brad Pitt being the manager of the chocolate factory. That's not Brad Pitt in that movie. I like that film, too. I think we're starting to land. Yes, we aren't so high now. What are we going to do when we get to Los Angeles? We have to make a phone call to your father, don't we? Right. Then let's go straight to the hotel to sleep. I'm exhausted. Salam, mən İstəmə Şəhidəsinin İngilis dili müəllimi İbrahimova Şəbnəm. Bu gün sizlərlə dekabr ayında baş verən sınaq imtahanının İngilis dili suallarının izahlarına baxacağıq. Səsin əvvəlində listeningi dinlədiyimiz üçün birbaşa cavablara baxırıq. Birinci sualımızda belə bir sual var. Why didn't Barbara wake Graham up from his sleep earlier? Barbara niyə Grahamı daha tez yuxudan oyatmadı? Oyatmamağının səbəbini istəyir. Səsdə də bu qeyd olunub. Çünki o düşünürdü ki, yorğun görünür Graham, ona görə onu oyatmadı. She thought he looked very tired. Çox yorğun göründüyü üçün. İkincidə düzgün bəyanatı fikri istəyir bizdən. İkinci cavabı A variantıdır. Grahamın 3 saatdır ki, yatdığı qeyd olunmuşdu. Açıq şəkildə, yəni o cümlə deyilir. Ona görə A variantı. Üçüncü sualda isə hansı suala cavab var? Burada da düzgün cavabımız C variantıdır. What do Graham and Barbara need to do when they arrive in Los Angeles? Los Angeles'a çatanda nə edəcəkləri qeyd olunub, sual olaraq verilib. Əslində, üçüncü sualın cavabı 4-də qeyd olunub. İndi ona baxırıq. Bunları silək. Dördüncü sualda isə tamamlanmaq deyir. İfadəni, cümləni tamamlamaq. Üçüncü sualda sual verildi ki, Graham və Barbara Los Angeles'a çatanda nə edəcək? Onlar Los Angeles'a çatanda Barbaranın atasını zəng eləmək və yatmaq cümləsini qeyd eləmişdilər. Ona görə düzgün cavab B variantı. Yəni 3 ilə 4 əslində bir-birindən əlaqəlidir. Beşinci sualda isə düyü və toyuğa alternativ olaraq hansı yemək deyilir? O da B variantında Spanish omelet, o da olduğu kimi deyilirdi. Digər variantlara baxsaq, heç yemək deyirlər. Məsələn, pear dessert, şirniyyatdır, digəri filmdir və s. Yəni, yeməklə əlaqəsi olmayan sözlərdir. Mətnlərlə davam edirik.
Post suallarıyla davam edirik. 6.1-də Paris Beyin İnstitutunun düşünməyin bizi yormaq haqqında araşdırma apardığını deyir. Mətnə baxsaq, 3-cü cümlə researchers-la başlayan cümlə elə bu haqqdadır, ona görə true. 6.2 deməli, hər iki komanda 6 saat işlədi və had no breaks deyir. Yəni, fasilə vermədən işlədi demək istəyir. Amma bu səhvdir. It's false. Çünki burada qeyd olunub ki, 2 dəfə 10 dəqiqəlik fasilələr vermişdilər. Yəni, burada isə fasiləsiz olduğu yazıldığı üçün bu səhvdir. Yəni, fasilə vermişlər. 6 saat işləməkləri düzdür, amma fasiləsiz olmağı səhvdir. 6.3-də qeyd olunur ki, tədqiqat müəllifi həmin tədqiqatı aparmaqda, qlutamat səviyyəsini öyrənməsində is not interested deyir. Yəni, maraqlı deyil, çox da maraqlı deyil. Bu da səhvdir. Çünki burada Antonius Wheeler deyir ki, it would be great to find out more about how glutamate levels are restored. Yəni, bu səviyyənin araşdırılması maraqlı olacaq, əla olacaq kimi. Bu haqda daha çox bir şeylər tapmaq. Yəni, maraqlıdır. Ona görə not burada false olmasını gətirib çıxardır. Is interested in olsaydı düz olardı. 6.4-də isə people who did more difficult tasks had higher levels of glutamate. Daha çətin tapşırıq edən insanlarda glutamat səviyyəsi yüksək olur. Bu düzdür. Baxın, burada qeyd olunub. They found that the group who had the more difficult task had higher levels of glutamate in their brain. Daha çətin tapşırıqlar edən insanların, o qrup insanların beyinlərində glutamat səviyyəsi yüksək olur. 7-ci sualda isə sual belədir ki, ikinci paragrafın başladığı cümləni seçin, hansı cümlə ilə başlaya bilər? 7-ci sualın cavabı B variantıdır. Çünki baxsaq görərik ki, burada növbəti cümlədə qeyd olunub 24 of these had to perform challenging task. Yəni, onlardan deyir 24-ü çətin tapşırıqlar eləyirdi. Yəni, deməli 24 dənəsini ayırıbsa onlardan, ondan əvvəl 24-dən böyük bir rəqəm deyib ki, yəni 24 dənəsi ayırıb. Deməli, başqa bir rəqəm var, daha böyük bir rəqəm var. Bir insan topluluğundan danışır, qruplara bölüb və bir qrup 24 nəfərə çətin tapşırıqlar verilib. Burada da B variantında görürsünüz ki, yəni 40 nəfər nümayəndə var idi, iştirakçı var idi o yarışmada. Onların davranışına baxılırdı və araşdırma aparıldı. Yəni 40 nəfərdən 24-ü. Rəqəm olan sadəcə B variantıdır. Ona görə də B variantı doğrudur. Yəni rəqəmi götürməliyik. 40 deməliyik ki, ondan 24-ünü ayıra bilək. 8-ci sualda isə tədqiqat qrupu nəyi araşdırırdı? Deməli, D variantıdır burada cavab. D variantı. The effects of different types of tasks on brain activity. Beyin aktivitesi, yəni beyin məşğuliyyətində olan tapşırıqlar. Çətin tapşırıqlar, yəni müxtəlif tipli tapşırıqların beyindəki fəaliyyətinə təsirini göstərir. Burada korrekt sözü səhvən düşüb. Yəni beyinə necə təsir eləyir tapşırıqların çətinliyi və s. O haqda bir araşdırmadır, ona görə D variantı doğru cavabdır. Davam edirik. What does the word restored mean in the passage? Mətndəki restored sözünün mənası nədir? Restore sözü əvvəlki vəziyyətinə qayıtmaq, bərpa olmaq deməkdir. O da C variantındadır. Bir şeyin əvvəlki halına qaytarmaq. Yəni, bir şey əvvəl necə idisə, o hala dönməyi, qayıtmaq, restore. Return something
to as it was before. Əvvəlki kimi eləməkdə, yəni əvvəlkinə qayıtmaq kimi. 9C variantı. Onda isə mətndə cavabı olan sualları istəyir. Düzgün cavabımız 1, 2 və 5-dir. Birinci sualda hansı kimyəvi maddəni beyin yaradır? Hansı ki, çox yorulanda. Yəni ifraz eləyir daha doğrusu. Buna konkret cavab var. Glutamat maddəsini ifraz eləyir. Beyin çox düşünəndə, yorulanda. İkincidə, what's the recommended duration for a power nap? Power nap qısa müddətli yuxu, hansı ki adama enerji verir, refresh eləyir. Onun da müddəti 20 dəqiqə olaraq qeyd olunub mətndə. Buna da yəni duration, müddət konkret qeyd olunduğu üçün içində götürürük. 3-də isə Üçdə müxtəlif zehni tapşırıqlar beyində glutamat səviyyəsinə necə təsir eləyir? Yuxarıdakı suallarda qeyd elədik ki, çətin tapşırıqları eləyən şəxslərdə glutamat səviyyəsi daha da artır. Yəni təsiri odur ki, çətin tapşırıq eləyənlər daha çox glutamat ifraz eləyir, amma asan tapşırıq eləyənlərdə glutamat səviyyəsi daha aşağı olur. Yəni təsiri bu cürdür. Ona görə 1, 2, 5-ə konkret olaraq cavab var. Digərlərinə isə yoxdur. İkinci mətnimizlə davam edirik. 11-15-ci suallar arası ikinci mətnin suallarıdır. Miqrasiya ilə bağlı bir mətindir. Deməli, 11.1 aşağıdadır. For most of its history, the United States has measured its progress according to the growth of its cities. Yəni Amerika öz inkişafını, progresini şəhərlərinin böyüməsi ilə ölçür. Bu düzdür, yoxsa səhvdir? Mətndə ilk cümlə elə bu haqdadır. Yəni tarix boyu Amerika inkişafını şəhərlərinin böyüklüyü ilə ölçüb. Ona görə də 11.1 true. 11.2 deyir, Amerikanın bütün böyük şəhərləri 1970-ci ildən bəri əhalisini itirdi. Yəni bütün. All burada ümumiyyətlə oldu, onlydir. Bunlar varsa yüksək ehtimal o sual səhvdir, amma yenə baxmaq lazımdır təbii ki. Hamıda, yəni bütün suallarda səhv olacaq diye bir şey yoxdur, amma əksərən səhv olur. Orada ola görə səhvdir. Çünki burada qeyd olunmuşdur ki, 5 of 8 largest cities, yəni 8 şəhərdən 5-i əhalisini itirmişdi. Burada şəhərlərin adı qeyd olunub. New York, Chicago, Los Angeles, Philadelphia and Detroit. Yəni hamısı yox. Əgər hamısı olsaydı 8-i də itirmiş olmalıydı. Amma 5-i itirdiyi üçün 11.2-ni false olaraq götürürük. Hamısı deyildi çünki. 11.3-də isə in recent years, the countryside is growing faster than the cities. Deməli, son illərdə kənd şəhərlərə nisbətən daha sürətlə böyüyür. Bu düzdür. Bu da abzasın ilk cümləsi olmalıydı. Burada for the first time in 2 centuries, the countryside is growing faster than the cities. Yəni son 200 illikdə, əsrdə ilk dəfə olaraq kənd şəhərə nisbətən daha sürətlə böyüyür. Ona görə də 11.3 true olacaq. Sonra 11.4-də 1970-1974-cü illərdə deməli şəhərlərə köçənlər şəhərdən köçənlərdən çoxdur. Yəni
şəhərə daha çox insan köçmüş kimi qeyd olunub, amma bu səhvdir. Çünki kəndlərə daha çox insanlar köçmüşdü. Ona görə səhv olaraq qeyd olunur o da. Bu da burada qeyd olunub. Almost 6 million people moved out of the cities. Yəni təxminən demək olar ki 6 milyon əhali şəhərdən gedib, amma 4 milyonsa şəhərə köçüb. Deməli şəhərdən gedənlər şəhərə köçənlərdən daha çoxdur. Ona görə də 11.4 false-dur. Yəni əks yazılıb burada. Sonra 12-ci sualda the details or reasons that someone gives to make something clear and easy to understand. Yəni bir şeyi aydın başa düşmək üçün, anlaşılmağını asanlaşdırmaq üçün detallar vermək, səbəblər vermək. Bu nə adlanır? Explanation, yəni izah. Bir şeyi aydınlaşdırmaq üçün edilən şey izahdır. Migration, miqrasiya deyil, disadvantage. Mənfi cəhətdir, growth böyümədir, drug dərmandır. Bunların heç biri deyil, explanation'dır. 13-cü sualla davam edirik. For the first time in 2 centuries, yəni son 2 əsrdə ilk dəfə olaraq Y variantıdır burada düzgün cavab. Eyni ilə bu cümlədir, yəni buradan başlayan cümlədir. Sadəcə olaraq burada countryside yerinə rural verilib. City yerinə urban ones verilib. Yəni sinonimlərdən istifadə olunub, amma cümlənin mənası eynidir. Yəni bayaq da qeyd elədiyimiz kimi son 2 əsrdə kəndlər şəhərlərə nisbətən daha sürətlə böyüyür. Eyni cümlədir. Həm də burada century sözündən tutmaq olar ki, yəni ikinci abzasın ilk cümləsidir. 14-cü sualda false, səhv cümləni istəyir. O da A variantıdır. Çünki deyir ki, 1970-74-cü illərdə təxminən 6 milyon əhali şəhərə köçüb. Bu səhvdir. Çünki bayaq da qeyd etdik ki, burada qeyd olunub. Almost 6 million people moved out of cities. Yəni şəhərdən gedib. Əgər burada to yerinə out of olsaydı düz olardı, amma şəhərə getməyib, şəhərdən gedib. Kəndə gedib, yəni. Ona görə bu səhvdir. Zaten bizə səhv lazım idi, ona görə də A variantıdır. 15-ci sualda hansı suala cavab var, onları seçirik. Burada səhvən 1 ilə 3 təkrar götürülüb. İkisi də düzdür, yəni. 1, 3. Bir də 4 var. Deməli, ümumiyyətlə miqrasiya ilə bağlı Amerikada nə dəyişikliklər olub, nə baş verib son illərdə? Bayaq dediyimiz kimi təxminən 6 milyon şəhərdən gedib, 4 milyon kəndə gəlib. Daha doğrusu 4 milyon şəhərə gəlib, 6 milyon gedib. Sonra 5 böyük şəhərlərindən əhali azalıb, əhali itiriblər və s. Yəni bunlar baş verib. Nə baş verib deyirsə, bunları qeyd eləmək olar. Yəni bu suallara cavab var. 4-də isə Amerika ənənəvi olaraq böyüməyini, burada growth sözüdür, necə ölçürdü? Bu ilk cümləmizdə necə ölçür? Hava sual var, yəni growth of its cities. Yəni şəhərlərinin böyüməyi ilə inkişafını ölçürdü. Üzr istəyirəm, burada progressdir, growth dedim bayaq. Yəni 1, 3, 4 eyni olduğu üçün ikisini də götürürük. 1, 3, 4 düzgün cavabdır. Beləliklə, 2 mətnin də izahına baxdıq, keçirik qrammatik qaydaları. Düzgün vəzirləri qoymaq tapşırılıb. Deməli, ikinci cümlədə deyilir ki, go and ask. Yəni, get və biraz kağız istə, kağız xahiş elə. Deməli, kağız istəyəcəksə, deməli bizdə kağız hal-hazırda yoxdur ki, istəyirik, düzdür? Ona görə birinci hissəmizdə no olmalıdır. Yəni, there is no paper left in my desk.
Mənim stolumda qalmayıb, yoxdur, yəni kağız qalmayıb. No paper left. Go and ask for some more paper. Biraz daha kağız istə, get və istə. Yəni ask burada xahiş eləmək mənasındadır. They will give us if they have any. Deməli düzgün cavabımız oldu. No, some and any. 17-ci sualda isə negativ sentence, yəni inkar cümləsi istəyir. A variantında 2 inkar var, not və nowhere olmaz. B variantında either nor deyə bir şey yoxdur ümumiyyətlə, həm də nowhere var, 2 dənə var, olmaz. C variantında yenə neither nor və not var, yenə 2 inkar var, bir cümlədə 2 inkar olmur. D variantında isə yenə neither nor, nowhere var, olmayacaq. E variantında isə neither nor is, izi də doğrudur. Çünki nordan sonra gələn sözlə xəbər uzlaşmalıdır və anywhere var nowhere yerinə. Ona görə E variantı doğru cavabdır. 18-ci sual dialoqu tamamlamaqla bağlı sualdır. Deməli, birinci cümlədə how did you like the movie you saw last night? Yəni dünən izlədiyin filmi bəyəndin. Karen deyir, I can't say it was the best I have ever seen. Mən deyə bilmərəm ki, o mənim gördüyüm ən yaxşısı idi. Burada bir boşluq və növbəti cümlədə certainly not, don't waste your time. Qətiyyən, təbii ki, yox, vaxtını boşa sərf eləmə. Deməli, bu filmi bəyənməyib ki, məsləhət də görmür. Onun qarşılığında olmalıdır ki, bəyənmədiyin deyəndən sonra deyir, then, bir dəqiqə işarə eləyək. Then you wouldn't recommend it, would you? Deyir, elədirsə, sən bunu məsləhət görmürsən, elədir. Deyir, əlbəttə yox, vaxtını boşa sərf eləmə. Məsləhət görmədiyini deyir, o da xeyir deyir. Düzgün cavab E variantı. 19-cu suallarda hansı cümlələr passive voice-da, məchul növdə işlənə bilər? Can be deyir, yəni işlənə bilənləri götürürük. Düzgün cavabımız 1 və 4 olacaq. Çünki disappear fe'li təsirsiz fe'ldir deyə məhsul növdə işlənə bilmir. It rained heavily yesterday cümləsində də dünən güclü yağış yağdı. Burada bir obyekt yoxdur. Bildiyimiz kimi obyekt olmazsa biz o cümləni passive voice-a çevirə bilmərik. Amma digər iki cümlədə deməli çoxlu təcrübə qazandı. Oliver çoxlu təcrübə qazandı. Çoxlu təcrübə qazanıldı deyə bilərik. Had been gained. A lot of experience had been gained. Dördüncü cümlədə isə danışanın nitqi Mr. Smith-in gəlişi ilə bölündü deyə bilərik. Yəni Mr. Smith gəldi və onun nitqini böldü. Lecture speech-i mübtəda yerinə gətirib passive voice-da işlədə bilərik. Yəni düzgün cavabımız 1-4. 20-ci sualda isə logically correct ending, məntiqi uyğun sonluqları qoymalıyıq. Birinci cümlədə I think she's quite a cheerful person because she is şən insandır. Şən insanlar adətən optimist olurlar. Ona görə bir də B variantı. İkincidə if you are experienced, sən əgər təcrübəli birsənsə, you will do the work easily. Sən işləri asanlıqla edə biləcəksən. 2-də D variantı. She was thankful to her son for keeping his promise. Yəni o oğluna minnətdardır ki, sözünü tutdu. Beləliklə 20 sualın izahına baxdıq. Aşağıda da esse topiklər qeyd olunub. O da müvafiq yazanlara qiymətləndirildi. Dinlədiyiniz üçün təşəkkür edirəm. Hələlik.